Adil Əliyev penitensiar xidmətin qabağında mənə 100 min dollar sənin adından pul təklif elədi ki, mən Tural Sadıqlını öldürüm. Sizə Suraxan rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin sürücüsünün videosunu göstərəcəm. Deyir ki, Adil Əliyev onu şəxsən məni, Tural Sadıqlını öldürmək üçün 100 min avro pul təklif edib. Az sonra göstərəcəm, səbirli olun. Xahiş edirəm bu videonu bəyənin, paylaşın, daha çox insan izləsin. Adil Əliyevin pulla bəslədiyi 200 gədə var. Üzr istəyirəm, amma açıq sözlə ifadə etmək məcburiyyətindəyəm. Giriblər Adil Əliyevin dalına və mənim əleyhimdə video çəkirlər. Tural Sadıqlı, sən kimsən? Adil Əliyev haqqında danışırsan. Deyirlər ki, bəs Adil Əliyevin qazi ilə zarafatlaşması videosunu niyə paylaşmısan? Nə zarafatlaşma, hə? Bu Adil Əliyev ağzının danışığını nə vaxt bilib ki? Başlayıblar Adili tərifləməyə. Millət isə bütün sosial şəbəkələrdə Adili də söyür, onu tərifləyənləri də söyür. Millətin evlərini uçurub yerindən avastrokalar tikən Adil Əliyev deyilmi? Bandit dəstələri saxlayan Adil Əliyev deyilmi? Qanunsuz tikililərə icazə verən icra başçısı Adil Əliyev deyilmi? Öz banditlərini mənim üstümə göndərən Adil Əliyev deyilmi? Bu videonu görməmisiniz? Baxın. Adil Əliyev penitensiar xidmətin qabağında sənin həm sinif yoldaşın, həm köməkçisi olan Famil. Hansı ki biz saxladıq maşını, mən saxladım maşını penitensiar xidmətin qabağında. Sən düşdün, getdin penitensiar xidmətin içinə. Həmən vaxtı Famil mənə 100 min dollar sənin adından pul təklif elədi ki, mən Tural Sadıqlını öldürüm. Tural Sadıqlını öldürməyin müqabilində mənə 100 min dollar pul təklif olundu. Hansı ki mən ondan bir neçə gün qabaq Familə demişdim ki, mənim pula ehtiyacım var, aldığım maaş məni bəs eləmir. Çünki sən mənə 12 saat, 13 saat işlətməyin müqabilində cəmi 500 manat pul verirdin. Mən məcbur idim sənin yanında işləməyə, məcburiyyətdən işləyirdim. Mən bir söz demirəm. İşləmişəm, sən mənə havayı pul verməmsən, mənim zəhmət haqqımı vermisən. Bir qəpiklə mənə heç vaxt artıq pul verməmsən, nə bir şey eləməmsən. Bunu da niyə deyirəm? Qoy burada yazırlar, Adilin pulunu yeyəndə yaxşı idi. Mən öz pulumu yemişəm. Mən 12 saat, 13 saat işləyib 500 manat ayda maaş almışam. İkincisi, Tural Sadıqlını öldürmək üçün Famil, Adil Əliyevin sağ əli, Adil Əliyevin köməkçisi, penitensiar xidmətin qabağında mənə 100 min dollar pul təklif elədi və mən atqaz elədim ki, mən bunu bacara bilmərəm. Mən killer də öləm, mən adam öldürən də öləm. Mənə pul lazımdır, mən danmıram. Amma ki, mənə adam öldürmək müqabilində pul lazım deyil. Mənə lazımdır ki, sən mənə borc verəsən, ay-bay maaşımdan çıxasan. Sən mənim zəifliyimdən, mənim pulsuzluğumdan və mənim kimi bir neçələrinin pulsuzluğundan istifadə edib killer kimi işlətmək istəyirsən. Mən atqaz eləməsəydim, sən o pulu mənə verib kimisə öldürtürəcəydin. Amma mən bacarmadım. Mən sənə dedim, mən sənin köməkçinə dedim ki, mən bacara bilmərəm. Bu mənlik olan bir şey deyil. Mən şoferəm, mən killer deyiləm, mən adam öldürən deyiləm. Və bundan bir gün, 2 gün sonra sən Azərbaycanda olan hansı ki sambo ilə məşğul olan Ruslanla görüşdün, Woodhouse-da. Woodhouse-da Ruslanla görüşdün və bunu təklifi onu elədim. Adil Əliyevin adı və onun bandit dəstəsinin üzvləri Almaniyada cinayət işlərində adlar keçir. Mənim başıma bir şey gələcəyi təqdirdə ən birinci yaxasından yapışılacaq şəxs Adil Əliyev olacaq. Bax bu video sübutdur.